turizm agentliyinin səlahiyyətlərinə daxil olmayan bir çox məsələlər var ki, turistlər incidirik orada. Mənə belə gəlir ki, turizm agentliyinə müəyyən səlahiyyətlər verilməlidir ki, məsələ tamamilə onların məsuliyyətində qalsın və bilinsin ki, kimdən soruşulur o problemlər. Məsələn, bir ara biz həmişə düşünürük ki, insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. Ondan sonra bir çox turizm şirkətləri yaradılır. Onlar turistləri aldadırlar, incidirlər. Bizim restoranlarımız məsələn, mən özüm şahid olmuşam, mənim yanımda 2 Alman və Avstriya vətəndaşı, olar ki 20 gün bundan öncə və restoranların birində onlar dedilər ki, onlar xarici vətəndaşdır, biz qutabı onlara 3 manata, sizə 1 manata verəcəyik. Restoranların hamısında 2 menyu var, xarici vətəndaşlar üçün, yerli vətəndaşlar üçün. Xarici vətəndaş görür, taksi sürücülərimizin bəziləri, elə məsələn, həmin o Taina xanımı da, bax o Finlandiyalı turisti də 10 manat, 8 manatlıq yola 100 manat pul istəmişdir. Baxın, yəni bu dərəcədə olmaz ki. Biz təbii ki, bu cür söz mən özüm də xarici ölkələrdə olanda taksi şoferləri, sürücüləri həmişə çalışırlar ki, daha çox alsınlar, olur. Amma da bu dərəcədə yoxdur. Yəni sürücü turisti aldatsın, restoran aldatsın, otel aldatsın, qutab satan aldatsın və onda o turist bir də bura gəlmək istəyərmi? Yox. Amma bu təəssüflər olsun ki, turizm agentliyinin məsuliyyətində deyil də, onlar ancaq tövsiyə verə bilirlər. Bununla bağlı cəza tədbiri görülməlidir. Ümumiyyətlə, necə ola bilər ki, bir restoranda varlı adamlar üçün ayrı menyu, kasıblar üçün ayrı menyu və gözümüzə yaxşı adam görünür, bunun cibində deyəsən pulu var, bunun üçün ayrı menyu gətirir. Və gəlir hesabı da aldadırlar. Yəni, bu məsələlərə ciddi tədbir görülməlidir ki, çünki bir çox turistlər mənə müraciət edir və bunu hər kəs bilir. Ümumiyyətlə, kafelərdə, restoranlarda, istirahət yerlərində turistləri aldadırlar. Və o turistlər də gedir, sonra Azərbaycanla bağlı bədbin videolar paylaşırlar. Bu da turistlərin gəlməsinin qarşısını alır. Təbii ki, bununla bağlı ciddi tədbirlər görülməlidir, mütləq şəkildə.